40% qarışığı olan 400 qram piritdən maksimum neçə qram sulfat turşusu alınar deyir. Piritdən sulfat turşusu kontakt üsulu ilə piritin yanmasından SO2 alınır. SO2-dən SO3 katalit oksidləşmədən, onda su ilə reaksiyasından H2SO4 yazırıq, birbaşa yazaq. Burada 2 kükürt var, burada 1 qabağına 2 yazıram, bərabər olsun. Deməli bizə deyir 40% qarışıq olan 400 qram piritdən. Yəni 400 qramın 40%-i qarışıqdırsa, özü olacaq 60%. Bu da özü 240 qram. Deməli 240 qramdan neçə qram? X qram. Bunun ml-ni 120 verib, bu da eləyir 2 vurulsun 98. Buradan da eləyir X da eləyir 4 vurulsun 98. Burada tənasübdən bu da eləyəcək 392. Cavabımız C variantı.